Salam dostlar, dərslərimiz davam edir. Biz dizayn hissəsini həll etdik və artıq kodlarımıza rahat olaraq başlaya bilərik. İlk öncə onu bildirmək istəyirəm ki, Android Studio'nun son versiyalarında əsasən Jetpack Compose'a uyğun olaraq belə deyək, dizayn hissəsi yığılır. Ona görə də biz köhnə olaraq bu kodlardan istifadə edəndə bəzi problemlərlə qarşılaşırıq. Əsasən də məsələn bax list view-da artıq məsələn mənim list view burada qeyd eləsəm, ekran görüntüm çox, yəni eybəcər bir şəkildə olacaq. Çünki app bar artıq burada app bar belə deyək, ekranı görsənmir. Ona görə də siz də özünüzdə məsələn bax bunu internetdə axtarıb tapmaq biraz çətin olur. Ona görə də bu cür şəkildə bax buradakı kodu eyni qaydada yaza bilərsiniz. Artıq bu kodu yazanda bizim belə deyək, list view hissəmiz bunun aşağısında olacaq və heç bir problem, yəni toqquşma, heç bir problem olmayacaq. Və bunu etdikdən sonra artıq keçirik kod hissəmizə və kodlarımızı yazmağa başlayırıq. Biz nə etdik? Information adında bir class yaratdıq. Və həmin classın artıq burada obyektini yaradaraq başlaya bilərik. Məsələn, yazıram Karvansaray və information yazıram. İçərisində də qeyd edirəm artıq mənim Karvansaray ikinci olaraq məlumatım olacaq şəkil və bir trouble və Karvansaray. Baxın dostlar, biz hər hansı bir şəkildən istifadə edəndə trouble və Karvansarayı daxil olur. Burada nədir? Burada bax res papkasında bizim şəkillərimiz hardadır? Trouble-un içərisində. Trouble özü harda yerləşir? Res papkasının içərisində. Ona görə də biz burada böyük R-dən istifadə edirik. İkinci olaraq Trouble-dan istifadə edirik, yəni Trouble-un içərisində. Üçüncü olaraq isə artıq öz şəkilimizə burada çatıb istifadə edə bilirik. Və bunu yazdıqdan sonra digərlərini qeyd edək. Var, məsələn, Xan Sarayı informational. Burada da yazırıq Xan Sarayı şəkil. Bu da olsun trouble nöqtə Xansaray. Üçüncü var göz qalası informational. Burada da göz qalası Bakı və trouble nöqtə göz qalası. Dördüncü də bizdə 50-ci qalasıdır ki, qalası information. Burada da olsun 50-ci qalası. Bu da planda yerləşir. Üçüncü olaraq da bizə trouble nöqtə. Baxın dostlar, biz bunları etdikdən sonra bildirdiyim kimi list view'lar və yaxud da recycle view'lar, yəni collection'lar içərisində yerləşir. Yəni collection'ların vasitəsilə biz bunları istifadə edə bilərik. Yəni collection'lar olmayan halda, yəni bu dataların hamısını bir yerdə tuta bilmərik. Bunları bir yerdə tutmaq üçün biz nə edirik? Bir dənə əlavə olaraq collection yaradırıq. Yazıram private latent var. Yazıram list olsun information. Bu da o array listdən götürsün. İçərisində də information'ın məlumatları. Və bunu biz burada latent var etdikdə dostlar, yəni dəyərini daha sonra verəcəyimizi bildiririk. Buna görə də ilk növbədə mən burada yazıram list information'ı. Burada qeyd edirəm array list. İçərisində də informational və nöqtəzəmi qeyd edirəm. Yəni burada həmin buradakı listi içərisinə məsələn mən bunları bu boş bir list kimi atıram. Və boş list atdıqdan sonra artıq burada mən list informational edib add etdikdə dostlar içərisindəki bu məlumatları yaza bilərəm. Karvansaray list informational add edirik. Xansaray list informational add edirik. Göz qalası və sonunda isə list information add edək. Burada da 50-ci qalası. Bizim artıq datalarımız bir yerdə toparlandı və bir yerdə yazıldı.
Bundan sonra artık biz bunun kod hissəsinə keçək ki, yəni artıq bunları ekranda necə göstərə bilərik. Bildiyiniz kimi mən kod hissəsində ilk olaraq listdən istifadə edəcəm. Yəni list view'dan istifadə edərək artıq buradakı məlumatları ekranda göstərə biləcəm. İlk öncə nə demək istəyirəm? Əsas bilməliyik ki, bütün list view'dur, recycle view'dur, bayaq dediyim kimi adapterlar içərisində yığılır. Yəni adapter olmasa, yəni bunun istifadəsi mümkün olmayacaqdır. Yəni adapter adətən adapterin iş prinsipi bundan ibarətdir ki, bizim datalarımızla layoutumuzu yəni birləşdirmək, yəni onları bir-birinə yəni istifadə eləmək üçün gətirmək. Bunun üçün ilk öncə mən burada var adapter yazıram və burada array adapterdan istifadə edirəm. Array adapterdan istifadə edəndə mötərizə açıqda baxın mənə burada parametrlər istəyir. İlk öncə konteksti istəyir. Kontekstdəki mən main activity içərisində olduğuma görə elə burada this yaza bilərəm. İkinci olaraq da mənə research file istəyir. Baxın. Research file dostlar. Mən burada yazanda array adapter içərisində yazanda burada bir Android qeyd edirəm. Baxın, Android, Air, Layout və içərisində Simple A. Bunun prinsipi nədən ibarətdir dostlar? Burada bayaq bildirdiyim kimi özü, yəni resource faylı özü hazırlayır. Yəni buradakı resource file, yəni list view'un özü tərəfindən yazılmış bir hissədir. Yəni bizim bayaq gördüyümüz, ekranda gördüyümüz hissə, yəni artıq bu özü tam olaraq o hissəni hazırlayır. Ona görə əlavə yazmağımıza və ya hər hansı bir resource file'dan istifadə eləməyimizə ehtiyac yoxdur. Və sonunda isə bizə nədən istifadə eləyəcək onu istəyir. Bizim də əsas burada istifadə elədiyimiz list information. List information istifadə etdikdə dostlar, bizdə burada belə bir problem əmələ gələcək. İndi həmin problemi mən sizə yəni aydın şəkildə göstərmək istəyirəm. Biden yazıram list view içərisində qeyd edir adapterimizi və buradakı adapterimizi bağlantılarımıza qoyuram. Baxın dostlar, mən bunları yazdıktan sonra artıq ekranımızda bizim list view'umuz ekranda gəlməlidir. Yəni ekranda bunlardan biz istifadə edə bilərik. Bunun üçün run edirəm. Ekrandakı kodlarımızı görə bilərik. Bunu biraz qısaldaq. Xeyli kod yazdıq. Görək kodlarımız sərbəst olaraq işləyirmi? Heç bir problem yoxdur. Ondan sonra kodumuzu da həm də davam edək. Bax göründüyü kimi, bax kodlar bax bu cür şəkildə eybəcər bir adla gəlir. Bunun əsas belə gəlmə səbəbi bundan ibarətdir ki, bizə bu hal-hazırda list information'ın belə deyək ki, içərisində, collection içərisində olan hansı hissədədir? Yəni telefonumuzun hansı hissəsində yaddaşdadır? İlk öncə onların məlumatı gəlir. Biz bunu, yəni burada nə göstərməsi? Adlarını göstərmiyor. Bunun üçün əlavə olaraq bir mapping metodundan istifadə edəcək. Mappingin əsas iş prinsipi ondan ibarətdir ki, buradakı yəni kodların adlarını göstərmək. Yəni onları bir tam şəkildə ad formasında yazmaq. Onun üçün biz gəlirik yenə bunu bağlayaq. Artıq bizim list view'umuz demək olar aktiv şəkildədir. Bunu bağlayıram, müvəqqəti bunu dayandırıram və burada da belə bir kod yazıram. Map. Və bunun içərisində baxın mənə bir lambda kodu gəlir. Lambda kodu gələndə mən burada yazıram information və bunu kodu yazdıktan sonra information new. Və bunun vasitəsilə artıq mən onun adlarına çata bilirəm. Baxın dostlar. Gördüyünüz kimi baxın artıq mən həmin adlara çata bilirəm və həmin adları ekranımızda rahat görə bilirim. Burada indi məsələn mən burada artırıram. Ctrl+C, Ctrl+V, 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 Ctrl+V. Baxın dostlar, indi mən bunu run eləyəndə görəcəyik ki, artıq ekranımızda istənilən buradakı say qədər artıq ekranımızda da gələcək. Baxın, hamısı artıq gördüyünüz kimi baxın ekran özü hərəkətdə olur. Əsas burada iş prinsipi bunlar var. İkinci bizə lazım olan, indi lazım olmayan hissələri silirəm. Çünki bizə mane olmasın. Sonra dalını arkasında devam edir. Bize indi ne lazımdı? Bize lazım idi ki, burada bunu dayandırma. Bize indi lazım idi ki, bunu tıklayanda içərisindəki həmin o details activity-yə daxil olaq və həmin details activity-nin içərisindəki, yəni içərisində bizim buradakı məlumatlarımızı görə bilərik.
Onun üçün artıq biz test aktiviteye daxil olmaq üçün əlavə kodlar yazmalıyıq. Bunu da hələ ki dərsimizi dayandıraq. 3-cü dərsimizdə isə artıq onlar haqqında ümumi məlumatlar verəcəyik və list view'nu demək olar tamamilə bağlayacağıq. Sağ olun, gələn dərs görüşənədək.